Lelo Güclü Gürcüstan Partiyasının nümayəndələri Sadaxlı və Daştepe kəndlərində seçicilərlə görüş keçiriblər. İlk olaraq Sadaxlı kəndində sakinlər qarşısında çıxış edən partiyanın QMO kartlı üzrə nümayəndəsi Aqil Mustafayev, Marniuli meri vəzifəsinə namizəd Əsəd Əliyevi və bələdiyyə üzvlüyünə namizəd Ədilxan Naibovu sakinlərə təqdim edib. Daha sonra çıxış edən partiya nümayəndələri Sadaxlı ərazi birliyində mövcud sosial-iqtisadi problemlərdən və partiyanın seçki platformasından danışıblar. Bugün görüşümüz çox yaxşı keçdi. Mənim bu seçkidə iştirak eləmək üçün namizədliyimi verib partiyamız, xalqımızdan da mən onu gözləyirəm ki, məni dəstəkləsin. Mən də xalqımızın arzu və istəklərini yerinə yetirəcəm. Xalqımız üçün əlimdən gələni edəcəm. Bizim kəndimizdə də bir çox böyük problemlər var. O cümlədən suvarma suyumuz yoxdur. Kəndimizə bir bacar maşın lazımdır, yoxdur. Daxili yollarda problemlər çoxdur. Ən əsası uşaqlarımız məktəbə gedəndə təhlükələrlə üzləşir. Piyada yolu yoxdur. 15 min əhalisi olan böyük bir Sadaxlı elinin 1 metrə də olsun piyada yolu yoxdur. Bugün biz deyirik ki, gələcəyimiz üçün, oğullarımızın gələcəyi üçün biz özümüz üçün çalışmırıq. Gürcüstanın gələcəyi üçün çalışırıq. Bugün bizim Gürcüstan batıb gedir, pis vəziyyətlərdir. Biz deyirik ki, bizim uşaqlarımız, gələcəyimiz oxusun, savadlı olsun, iş olsun. Bizim bu dəqiqə 15-16 yaşında uşaqlarımız Tiflisə işə gedir. 15-16 gör nə gündədir. Gedirlər və onların hamısı bu dəqiqə 30% belində qıracaq. Sabah saat 6-da gedir, axşam 8-də gəlir. Ona görə biz bugün yığılıb bu Lelo komandası olaraq ki, biz Gürcüstanı gələcəyini irəli çəkmək üçün, balalarımız yaşlı yaşamaq üçün. Qardaş, bizim heç bir, yəni bu yolla biz gedə bilmərik. Biz xıramdayıq, uçurumdayıq. Sadaxlıda keçirilən görüşün ardınca Daştepe kəndində keçirilən görüşdə mer vəzifəsinə namizəd Əsəd Əliyev, bələdiyyə üzvlüyünə namizəd Hümbət Cəlilov və QMO kartlı üzrə nümayəndə Aqil Mustafayev çıxış ediblər. Onlar seçiciləri seçki öncəsi vəziyyətlə tanış edib və 4 oktyabr tarixində seçki məntəqələrinə gələrək Lelo Güclü Gürcüstan Partiyasını dəstəkləməyə çağırıblar. Özümüz öz nümayəndəmiz seçək. Sizlər bizim kənd problemlərimiz var. Çox problemlərimiz var. 10 ildən bəri yığılıb problemlərimiz var. Ona görə də bu günlərim mən millətim tərəfindən, öz kəndim tərəfindən həmişə istəyirəm ki, bu kəndimizdə nəsə bir işlər düzəlsin. Bu günlərim mən Lelo partiyasından namizədliyimdir. Görüşdə də mənim bugün istədiyim də odur ki, bu xalq bizə səs versin, səsimiz olsun, sözümüzü çatdıra bilər, kəndimizin problemləri üçün həll eləyək, xalqımızı qaranlığa çıxardaq. Ancaq bir fikrimiz budur. seçki kampanyamız davam edir və bugün biz artıq əhali ilə görüşlərimizdə ən böyük kəndlərdə olan Marniuli munisipalitetinin Sadaxlı kəndində gözəl bir təəssüratla bir görüşümüz keçirildi. Biz namizədlərimizi təqdim etdik və eyni zamanda hal-hazırda da Daştepe kəndində görüşümüz var. Doğrudan da bu insanları, bu xalqı problemlər o qədər narahat edildi. Bu qədər problemlər o qədər yığınalıb ki, insanlar həqiqətən də bugün hər hansı hakimiyyətin və hakimiyyət nümayəndələrinin üzünü belə görmək istəmir. Çox təəssüflər olsun ki, illərdir yığılan problemlər və o saxta məmurlar, gündən günə dəyişilən insanlar, sadəcə simalar bugün xalqı elə bir vəziyyətə gətirib çıxardıb ki, insanların artıq dövlət orqanlarına olan ümidi, dövlət orqanına olan bir ümidvarlığı aradan qaldırılıb, aradan gedib. Biz görüşlərimizdə xatırladırıq dəfələrlə ki, biz həqiqətən də bu xalqa xidmət üçün gəlirik. Doğrudan da bizim qələbə çaldığımız dövrdən sonra biz bu hakimiyyətdən, bu saxtakar hakimiyyətdən fərqli olaraq bu insanların içində olmalıyıq. Və bu görüşlərdə də eyni problemlər üst-üstə yığılmış problemlər var. Biz 21-ci əsrdə yenə yol problemləri, 21-ci əsrdə yenə içməli su problemləri ilə qarşılaşırıq. Vallahi həqiqətən də utanc verici bir haldır ki, 15 ilə yaxındır ki, 12-13 ildir hakimiyyətdə olan bir partiya bir kəndlərdə adi içməli su problemini həll edə bilmirlər. Və ona görə də xalqın əlindədir hər şey və mən 4 oktyabr tarixindəki bu xalqımızın seçiminə ümid bəsləyirəm ki, doğrudan da bu xalq, bu problemlərin içində yaşayan xalq artıq bezib və seçimi düzgün eləyəcəklər ki, gələcəkdə növbəti 4 il biz bu xalqa xidmət eləyə bilək. Məlumat üçün bildirək ki, 4 oktyabr tarixində ölkəmizdə mer və bələdiyyə seçkiləri keçiriləcək.